Əzizlərim, dostlarım, bax, bu sırf sizi qurtaracaq bilgilərdir. Sizi xəstənin yanında üzü ağ eləyəcək məlumatlardır. Ona görə diqqətlə qulaq asın, həkim yoldaşlarım. Bu 4 ildir süni mayalanmalar etmiş bir pasiyentin uşaqlığının içidir. Çəkməyiblər bu günə qədər boru rentgeni. Bu normalıdır. Bu anormalıdır. Aradakı fərqi görürsünüz. Süni mayalanma bunda tutsa belə davam eləməyəcək. Hamiləlik olmayacaq. Yəni 20 həftəni, 25 həftəni keçə bilməyəcək. Siz bu bilgini vətəndaşa verəndə o nə həyatda qurtulur? Sizin də prestijiniz yüksəlir. Bu videoları mən boşuna çəkmirəm. Bir çox şeyə nail olduq. Bir çox şey artıq əvvəlki kimi edilmir, amma bundan sonra da daha diqqətli olaq. Yaxşı, bir cütlük gəldi, bir ildə evlidirlər və boru rentgeni çəkilmirsə mütləq çəkin. Bir şey itirmirsiniz, amma belə şeyləri tapırsınız. 4 il edilmiş, boş-boşuna edilmiş 3 sənə süni mayalanma. Biz bunları pasiyentin yanında demirik. Biz bunları sırf bilirəm, çox həkim izləyir məni, sırf sizə bildirirəm, deyirəm. Bu işlərə maraqlı olan, həvəsli olan yoldaşlar bunları diqqətə alsınlar. Görüşərik.